Rivayet edilir ki İbn Abbas, Allah ondan razı olsun, ey iman gətirənlər, Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Maidə surəsi 87-ci ayəsi haqda demişdir. Bu ayə Peyğəmbərin sallallahu aleyhi və səlləm bir neçə səhabəsi haqda nazil olmuşdur. Onlar belə demişdilər: gəlin yığışıb söhbət etməyi kəsək, dünya ləzzətlərini tərk edək və rahiblər kimi yer üzündə gəzib dolaşaq. Bu xəbər Peyğəmbərə, ona və ailəsinə Allahın salavatı və salamı olsun çatdıqda, onların yanına adam göndərib bunu onlara xatırlatdı. Onlar bəli dedilər. Allah elçisi sallallahu aleyhi və səlləm buyurdu: mən həm oruç tuturam, həm də tutmuram. Həm namaz qılıram, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim mənim sünnəmə tabi olarsa, o məndəndir. Kim də mənim sünnəmə tabi olamazsa, o məndən deyil. İbn Əbu Hatim 6689-cu hədis.